2026'nın ilk dərsi JavaScript və bir səviyyə yuxarı qalxırıq. Həqiqətən də artıq vaxtıdır. Bu qədər JavaScript bilirik. Niyə də daha da böyük işlərə keçid almayaq? Kodyaşçılar və JavaScript sevənlər, salamlar, necəsiniz? 2026-cı ilin ilk birinci dərsidir ki, biz JavaScript'i daha da möhkəmləndiririk ki, bizim qarşımıza birazdan TypeScript gəlir. Və orada yazacağımız bütün layihələr birbaşa asılıdır JavaScript biliyindən. Nə qədər gözəl, nə qədər dərin öyrənmişik. Bugün deyəcəyim bir pillə daha da yuxarı qaldırır bizi. Belədir ki, bu biliyi bugün bildinsə, həmişəlik gələcəkdəki frameworklərdə istifadə olunacaq. Gəlin sizlərə yuxarı səviyyə JavaScript-də necə yazılır onu göstərim və bugünkü dərsimiz demək olar ki ilk addımıdır. Bizlər istər Python, istər PHP, istər Java, C#, bütün dillər nə olur olsun böyük bir layihə yazarkən ola bilməz ki bir faylın içində hər şey yazaq və icraya verək. Elə bir şey yoxdur. Və JavaScript dünyasında da Node.js aləmində mən bir layihə yazıramsa, fərq eləmir özümdən yazıram və yaxud da ki hansısa bir komponent, kitabxana, framework əlavə edirəm, qoşuramsa fərq eləmir. Mən bir faylda yazmıram. Mən fayllarımı parçalayıram ki onları məntiqli şəkildə birləşdirim. Mənim ana işim ondan ibarətdir. Və bu iş JavaScript-də necə təşkil olunur, müasir ECMAScript 6 dünyasında onu göstərmək istəyirəm və əsas da hər kəs bilməlidir. Import nədir, export nədir? Bugündən etibarən Node.js dünyasında müasir JavaScript-də axır ki maraqlı bir kodlara sahib olacaq. Çünki bu andan başlayaraq bizlər daha yuxarı səviyyədə böyük layihələr yazmaq üçün ilk birinci xırda addımımızı atacaq. Çünki bizlər artıq biləcək ki modul tipli bir yazıya sahib olacaq. O kəslərə ki JavaScript-i gözəl öyrənib bu ana qədər JavaScript videolarının hamısına baxıb və biliyə yiyələnib. Çünki bu andan etibarən biz kodlarımızı parçalaya biləcəyik və lazım yerdə birləşdirə biləcəyik. Belədir ki, yaxın durun. Import and export in JavaScript getdi. Mən artıq redaktordayım və gəlin başlayaq. İlk birinci istəyərəm ən bəsit bu ana qədər bildiklərimizi təşkil edək, yada salaq. Index.html-im var və JS faylım var. Index.html-la indi bu saat heç bir iş görmək istəmirəm, amma yenə də göstərim ki mənim nəyim var və getdi. ls-1 yazıram ki alt-alta görüm və index.html-dən, script.js-dən başqa məndə heç nə yoxdur. Birinci bunu biləsiniz istəyirəm. İkinci denemək istəyirəm. Ən bəsit bir şey deyim ki const və gəlin bir channel adında dəyişənim olsun və deyək ki kodi.az belə bir mənim dəyişənim var konstant olaraq və function gəlin deyək ki show channel bir dənə də belə bir funksiyam olsun. Qeyrədi bir şey yazmıram. Hadi məsələ istəsəm OP-də yazaram, class-da yazaram, amma qısa bir şeylə yazdım ki ən balaca kodda artıq ilk startlarımızı bilək və gəlin burada deyim ki heç return yazmayayım, console log yazım və inşallah ki bu funksiyanı console logun içində çıxarmaram, yoxsa undefined alaram və getdik. Gəlin deyim ki burada da deyim ki olsun məsələn nə? YouTube kodi.az belə bir şey yazmağa cəhd edim. Hər şey düzgün yazmışamsa qalır nə? Qalır belə bir şey deyim. Məsələn, deyim ki console logda çağırım channel. Bir baxım görüm ki onun dəyəri nədir və run eləsəm görəcəm ki kod yaz gəldi. Nə gözəl. Təsəvvür edin ki bu daha böyük bir kod yazmışam burada, amma qısada göstərirəm. Və eyni zamanda gəlin burada deyim ki console logda verməm çünki içində console log var. Sadəcə show və channel deyim və icraya verim. Yenə də run eləsəm görəcəm ki YouTube kod yaz. Hər şey gözəl işləyir. Bu ana qədər bildiklərimdir. Ona söz yox. Amma gəlin mən bilə-bilə bu iki hissəni komment edim bir anlıq və daha fərqli bir kodu yazmağa cəhd edək və getdik. Gəlin terminalda deyim ki gəl mən deməli bir fayl yaradım. Düzdürmü? Onu touch komandası ilə də yaza bilərəm. Artıq VS kodun içindəyəmsə kodda yaza bilərəm. Bundan hamısı biz çox müasir formada keçmişik bilirik, amma gəlin deyim ki kod util.js məsələn belə bir fayl yaradıram və onu istəyəcəm layihəmə qoşum. Bütün əsas deməli kodlarım qoy orada olsun və getdik. Artıq burada həmin mən o yazdığımı bura atmağa cəhd edim. Və utils hətta utils etməliydim.
Gəlin onu elə bir dəfəlik utils edək, məncə daha yaxşı olar. Bu arada mən deyə bilərəm ki, util.js olsun, utils.js. Məncə belə olsa daha yaxşıdır və yenə də code və util.js. Bu arada rename də elədim. Bunu da gördük. Yəni təmizləyim və deyəsən burada deyiləm. Tamam. Deməli ümumiyyətlə də deməli yox edək. utils.js. Utilitlərim deyirəm mən ona. Rusca deyərəm naşı utility. Deməli hər şey gözəldir də, düzdürmü? Amma o başqa fayldadır. Buradan çağırsam bir şey olarmı? Özə gəlin, hətta bu faylı bir anlıq bu funksiyanın çağırışını dayandırma. Onsuz da yuxarıda işləməsə aşağıdakına keçid almayacaq və run etmək istəyirəm. Error aldım. Bu arada mən buranı başqa cürdə göstərmək istəyirəm. Keçid alım terminala və yazım məsələn node və script.js run edirəm və channel is not defined deyir. Tamamilə düz deyir və deyirəm bir dəqiqə, bəs o fayl hara getdi? Baxın, bu andan etibarən başa düşürəm ki, o fayl necəsə bura dəvət olunmalıdır. Dəvət prinsipləri mən qədər fərqlidir. Getdik. Deməli, çox maraqlı iş indi başlayır. Sözü gedən məndə olan utilitdə nə varsa, utilitlərin içində nə varsa, utils'dən dəvət etmək istəyirəm. Əslində dəvət çox maraqlı formada işləyir, amma o kəslər dəvət oluna bilir ki, kimi artıq xaricə buraxmağa icazə vermirsən. Yəni export yazmısan. Çünki bütün sənin elementlərin əslində private'dir. JavaScript'də hər şey obyektdir. Class yazsan da obyektdir. Obyekt yazsan da obyektdir. Hər şey obyektdir. Əslində bunu bilirik. Deyərdim ki, class əslində biz deyirik ona sugar. Əslində çox belə dadlı bir qənd, bir imkandır. Konstruktor üzərindən biz onu bilirik. Çünki JavaScript'də klasslar tam fərqli yazılır da. Başqa dillərdən daha da sadə yazılır və buna bir imkan yaradılıb JavaScript'də. Amma bir dəqiqə. Yəni dediyim kimi, xaricdən çıxışı olana imkan var ki, başqa bir faylın içinə daxil ola. Amma bir dəqiqə, onu necə təşkil edə bilərəm? Yəni, burada indi bu saat bunların heç bir yerdə tanınmaz. Ta tanınmasına çöldən imkan verənə qədər. Yəni, xaricə çıxa bilmə imkanını export adında bir açar sözü köməkdir. Mən export yalnız və yalnız öz channel adında dəyişənimə verdim. Fikir verin. Və gedim burada çalışım, import edim, import və fikir verin ki, adlı named deyirəm mən buna, named import var, adlı import var, yəni mən bir faylım var ki, onun içindən götürmək istədiyim yalnız channel olacaq. Channel, özüm bilə enter vurmam, çünki özü by default gedəcək, qalan hissəni yazacaq, amma qoy mən buradan deyim. Deyəcəm ki, bizdə belə yazılır, import nəyi və ya nələri adlı olaraq vurğula, ona görə fiqur mötərizə lazımdır. Çünki adlı çağırış, adlı dəvət var. Və getdik, hələ ki tək channel dəvət edəyəm. Hardan? From və burada artıq vurğulayıram ki, durduğum yerdə elə bir mənim utils.js var ki, bax oradan dəvət etmək istəyəm. Bu ona qədər hər şey yaxşıdır. İşləyə işləməz o ikinci sualdır. Amma getdik. Hətta run edə bilərəm node və script.js demək istəyərəm. Amma bir dəqiqə deyir ki, sən artıq modular bir yanaşman var. Bu deyəsən moduldur. Onda bunu sən gərək necəsə bildirəsən. Bir fikir verin ki, type və belə bir şey var. Deyir ki, package.json'un varsa onu oraya yazmalısan. Hal-hazırda məndə package.json yoxdur və gəlin təmizləyim və buna şahid olaraq bir daha ls-1 yazım, enter vurum, index.html var, script.js var, utils.js var, amma package.json yoxdur. Bunun olması üçün bizim yadımızdadır ki, npm init və hətta hər şeyi bir dəfəlik hə demək üçün y yazırıq, -y, enter vururuq. O mənim üçün artıq package.json yaradır. Nə gözəl. Hətta gəlin bir daha gedim deyim ki, ls-1 və görürəm ki, index.html var və package.json var. İçində bir çox şeylər dəyişə biləcək inşallah. Amma gedək artıq code və package.jsonu çağıraq redaktorda görək ki, nə edə bilərik. Və məsələ ondadır ki, mən gəlin buranı yığışdırım.
bu qədər yazının içində mən demək istəyəcəm nəyi? Gəlin deyək ki, istənilən bu yerdə deyə bilərsiniz. Məsələn, burada deyirəm ki, deməli, vurğulamaq istədiyim nədir? Mənim işim onu, əgər yadınızdadsa, hətta bir anlıq göstərim. Mən oradan götürdüm ki, type modul olmasa işləməz. Modullar olaraq tanınmalıdır. Və mən nəyə görə burada indi bu saat deyirəm ki, type və modul tipli olsun. Bu arada mütləq şəkildə JSON faylı de vergül sonda olmalıdır. Özüm əlimdən yazsam, sonda yazmalıyam vergül. Beləliklə, mən deyirəm ki, type module desəm, məncə hər şey işləyəcək. Tamam mı? Və bunu burada saxlayıram bir anlıq və gəlin keçid alım. Görüm ki, mən indi bu saat özüm üçün yenə də Node və gəlin deyək ki, mən burada nə yazaram ilahi? Node script.js. Voilà. İlk növbədə göstərmək istəyirəm ki, işlədi. Import elədim, işlədi. Amma bir dəqiqə, gəlin burada mən show channel var idi yadınızdadsa, onu run etməyə cəhd edim. Özdə gəlin elə hər dəfəsində hələ ki node script yazım. Hər şeyin öz vaxtı var da, asta-asta. Və gəlin deyim ki, burada nə etmək istəyirəm? Yenə də kodu çağıracağım və mənə deyir ki, show channel kimdirsə undefined. Düz deyir. Niyə? Çünki mən utils'də funksiya export deməmişəm. Gəlin burada export deyək və artıq bilək ki, sən demə belə bir şey də edə bilərəm və qayıdaq yenə də mən cəhd edim bu dəfə show channel görüm və nə isə düz etmədim yəqin ki, channel, mən tez tələsdim. Baxıram ki, ay Allah, nəyi düz eləmədim? Bu arada mən öz dəyişənimi dəvət etdimsə, mən show channel dəvət etməmişdim. Özdə fikir verin ki, möhtəzəsini buraya yazmırıq. Ancaq adını, özünü dəvət edirik və indi bu saat inşallah ki işləməlidir. Və gəlin yenə də node script.js yazım və YouTube kod yaz. Gəldi, yenə də deyirəm. Amma bəsdir ki, mən buradan eksportu yığışdırım, amma orada importu yenə də etmiş olum. Problem deyil. Sanki onu dəvət edirəm, amma oradan eksporta icazə verməmişim. O private olaraq orada qalıb əslində. Və run eləsəm, bəli, burada tanımır mən dəvət etdiyimi və tez başa düşürəm ki, adlı çağırışda bir problem var. Adını vermirsən, amma eksport etməmişsən. Ona görə də yenə də qaytarıram yerinə və anlayıram ki, mən belə yazsam daha doğrudur. Artıq biz bildik ki, adlı dəvət nədir? Mən orada eksport edirəm istədiyim elementlərə və import zamanı hansı fayldan? Bu çox ola bilər. Mən hələ ki utils.js-i istifadə etdim, amma görün, mən hər şey düzgün yazsam, həm xaric olmasına şərait qururam və hansısa bir faylın içində dəvət olunmasına təmin edə biləcək bir imkan var. Eksportu varsa, importu mütləq təmin olunacaq. Amma adlı şəkildə yazıramsa, mütləq fiqur mötərizə iştirak etməlidir. Gəlin sizlərə çox maraqlı bir imkanı göstərim Node.js-də və biləsiniz ki, bizlər daha yuxarı səviyyə keçid alırıqsa, bezmişik Node və Script.js. Node, Script.js hər dəfə yazmaqdan. Bəlkə mənim ana faylım bir gün dəyişdi başqa bir şeyə. İndi hər dəfəsində bunu etməmək üçün mənə rahat olaraq ki, bir komanda deyim və ümumiyyətlə nə sazlamalarım varsa birdən işləsin. Məsələn, istəyərdim belə yazım. npm start, yəni artıq proyektin başlasın da, amma da mən deməyim hansı fayl ona startdır. Enter vurum, amma indi bu saat işləyən deyil və bunu gərək ki, biz biraz düzəldək. Package-sona qaydırıq və burada scripts-də gəlin mən artıq buranı bir anlıq yığışdırım və scriptsin içində deyim ki, start var idi. Bu start olan kimi bil, mənim əvəzimə sən artıq gedib yazmalısan node script və JS-i də bura yazım. Bu qədər. Mən düşünürəm ki, belə bir şey yazsam mənə daha rahat olar. Çünki bundan sonra npm start desəm, voilà, bir fikir verin ki, YouTube kod yaz gəldi.
Gəlin sizlərə default export nədir onu da göstərim. Çünki adlı biz artıq export nədir və adlı dəvət etmə nədir bildik. Bir də var ki default. Defaultun işi tam başqadır. Adlıda bir faylın içində bir çox şeylər varsa, ayrı-ayrı dəvət edirəmsə, named export. Mən artıq bilirəm ki, bunları vergüllər arası vurğulamalıyım. Bir də var ki, həmin faylın özü tək məhsul olaraq mənə dəvət olunur və mən onun verdiyi, qaytardığı nədirsə onun varlığı ilə yararlanmaq istəyirəm. Sanki bir komponent kimi. Və ən yaxşısı gəlin belə bir şey deyim. İnternetdə oldu belə bir misaldan və əslində çox bəyənirəm bu misalı. Göstərmək istəyirəm sizə izahla bərabər. Gəlin deyək ki, bir logger adında bir JS faylı yaradım, düzdürmü? Və çox maraqlı bir işi görmüş olacaqsınız və istəyirəm hətta burada mən belə bir şey yazım. Deyim ki, məsələn, nə yaza bilərəm? Deyə bilərəm ki, bir funksiya yazım. Deyək ki, əslində class da yaza bilərəm. O qədər fərqi yoxdur. Gəlin funksiya yazım. Deyim ki, log message belə bir şey deyim və hətta burada bir message olaraq gözləyirəm. Sanki belə bir məqam var və ən bəsit bir şey deyirəm. Deyirəm ki, məsələn, return və burada gəlin deyək ki, hətta templating formatında verək. Niyə də yox? Log və elə message'ın özü daha müasir formada yazmamız ən gözəl bir şeydir. Düzdürmü? Artıq Logger.js var və deyək ki, bu nədirsə, bu nə maraqlı bir şey yazmışamsa, axırda sadəcə deyirəm ki, export və default deyirəm. Sözü gedən log message ona vermiş oluram. Bu qədər. İş burada bitir. Ona söz yox. Fikir verin adına log message. Düzdürmü? Və indi bu saat qayıdıram bura və burada görün necə yazmağa cəhd edirəm. Çünki default olaraq export olubsa, yəni mənə o varlığı ilə bərabər bir komponent kimi qayıdırsa, o komponent əslində çağırışının yiyəsi mən oluram. Ad vermənin də yiyəsi mən oluram. Çünki əvvəldə içində dəyişənin adı nə idisə, dəyişəndən başqa funksiyanın adı nə idisə mən onu qorumalıydım. Amma gəlin burada görün nə yazıram. Deyim ki, import log belə bir şey yazıram və from elə burada bildirmək istəyirəm ki, məndə o faylın adı nədir? Logger.js. Belə bir şey yazmaq istəyirəm. Düzdürmü? Və indi bu saat çalışacağım console log-da verim. Əslində orada console log da verə bilərdim. Elə orada return var deyə burada deyim console log və kodi.az. Yenə də belə bir şey yazmağa cəhd edim və gedim npm start edim. Niyə də yox. npm start və enter vururam. Log kodi.az. Fikir verin ki, burada bir test log yazım. Düzdürmü? Mənim üçün bu çox maraqlıdır. Belə bir şey yazsam nə olar? Error mu alaram? Çünki yoxdur da, test logu yoxdur. Bəx log da yox idi. Amma yenə də belə bir fərqlilik etmək istəyirəm. Və yenə də təmizləyim. npm start deyim. Və görəm ki, log kodi.az gəldi. Nə gözəl. Sən demə, istədiyim adı artıq verə bilirəm. Və gözəl də işləyəcəkdir bir mənalı olaraq. Amma bizlər çox zaman onu aşağıda vermirik. Birbaşa export default'u elə hara verəcəmsə ona da eləyirəm. İstəyir class olsun, istəyir funksiya olsun və birbaşa elə bunun üzərində gəlin mən buranı açım, buranı bağladım və burada deyim ki export default function log message. Çox zaman da yuxarıda yazıq da bir də aşağıda adını vurğulamamaq üçün və gedək burada deyək ki, yenə də deyək ki kodi log belə bir şey yazmağa cəhd edim və baxaq görək ki, nə alınır və kodilog test logun içində çağırmağa cəhd edəcəm. Təmizləyirəm, düzdürmü? Və birbaşa npm start deyirəm. Enter vururam. Evvela, bu arada biraz təmiz vurmadım. npm start log kodi.az. Möhtəşəm. Yəni I love JavaScript deyə bilərəm. I love JS. Düzdürmü? Və indi bu saat yenə də gəlin buranı təmizləyim. Yenə də nə elədim ilahi? Yox. Yəqin kursor orada deyil. Keçin bura
və npm start deyim. Voilà. I love JS. Möhtəşəm. Default exportun ən üstün tərəfini göstərdim sizə. Bizlər böyük komponentlər yazanda o məhsul, o fayl nədirsə bir məhsul mənə qaytaracaqsa və ondan çox maraqlı formada yararlanacağamsa, bəli, default belə verə bilərəm. Hətta klassda yazım, ona da baxaq. Gəlin mən klass yaradım, qoy o da maraqlı olsun, çünki OP dünyasını artıq gözəldə bilirik və birbaşa deyim ki, nə yazacağım? Deyəcəm ki, class logger, məsələn belə bir şey yazım və birbaşa konstruktora ehtiyacım olacaq və gedib belə konstruktora demək istəyərəm ki, qoy burada this, gəlin deyək ki, prefix bərabərdir və elə gəlin burada bir log qoşa nöqtə yazım ki, həmişə bu gəlsin mənim üçün. İdeyadır da elə belə yazırıq. Və deyək ki, info eyni zamanda bizə çox rahatdır JavaScript-də, klassda yazmağa və hətta info mənim üçün nəsə əvəzimdə yazmaq istədi və infoda gedim deyim ki, bu dəfə return eləmirəm, console log deyim. Nə deyəcəm console logda? Gəlin console logda biraz enter eləyim, bura məncə daha rahat olar mənə və burada birbaşa deyim ki, yəqin ki, gedib deyərəm mən templatingdə. Deyərəm ki, prefix, düzdürmü? Onu da çağırmaq istəyərəm. This, neysə düz yazmadım. Prefix və sonra da hətta bu message verim. Message. Və burada deyim ki, sonra da qoy mənə gəlsin birbaşa, hətta onsuz da orada boşluğu var deyə heç burada ehtiyacım da yoxdur. Birbaşa deyim ki, message. Məncə pis alınmadı. Hətta yerimiz var. Mələ bildim yer olmayacaq. Gəlin bir də error deyim və hətta gəlin bunu atım və bura sadəcə error deyim və nə edim? İlahi, bu ikisini biri-birindən fərqləndirmək üçün ən yaxşı olar ki, belə bir şey yazın məsələn. Info. Sanki belə bir fərqləndirmə və burada deyim ki, error. Çox da bir şey düşünməyim və məncə pis alınmadı. Əla, onun söz yox, amma tez nə yadımıza düşür? Gəlin birinci aşağıda yazaq. Çünki hər iki variantı görə bilərsiniz başqa kodlarda. Export default və loggeri verirəm ona. Bu qədər. Bu iş bitdi burada. Düzdürmü? Və inşallah ki, hər şey düz yazmışıqsa, hərdən kopyalayırsan və bütün kopyaladığın yanlışlıqlar başqa yerdə keçir. İnşallah düz eləmişik və getdik. Import və fikir verin ki, mən özüm bilə-bilə istənilən başqa ad verə bilərdim, amma klassın adını saxlayıram. Logger deyirəm. From və mənim faylım elə logger.js-də, onu da elə belə də çağırıram. Heç bir problem də yoxdur. Logger.js. Biz hələ ki JS-ləri yazırıq. Başqa bir imkan olanda hətta JS-ləri yazmaya da bilərik. Amma hələ ki hər şey sıfırdan başlayırıq və getdik. Deməli, gəlin deyim ki, const log bərabərdir logger, düzdürmü? Belə bir şey yazıram və bundan sonra əlim yəqin ki çatacaq. Log.info desəm və burada deyim ki, OK status. Nəsə belə bir şey yazım və yoxlayım görüm ki, hələ məndə işləyərmi bu OK-in özü. Hər şey düzmü dəvət elədim və npm start deyirəm və düz yazmaq şərti ilə npm start deyirəm, enter və baxaq görək ki, məndə error nədir. Yəqin ki, mən yox, əslində hər şey gözəldir. Baxım görüm ki, mən nə verdim aşağıda? Logger düzdür və burada const, biliyorum Python'da ilahi. Bu məni npm start log info, bu arada boşluqlar çoxdur. Bunu belə yığışdıraq. Bilirdim də bir gün bax. Tamam. Və nə gözəl də alındı. Bir daha. Sadəcə mən artıq Python proqramlaşdırma dilində new yazmırıq. Bu o qədər kodumda mənə sonra mane olur. Eyni zamanda bunu da sizə göstərirəm ki,
Python dili ilə bərabər JavaScript-i yaşadanlar. Baxın, new-nu yazdım mütləq şəkildə və getdi npm start. OK, status gəldi. Və görəsən mən eyni zamanda gəlin burada error da deyim və deyək ki bad status və baxım görüm ki belə bir şey məndə necə işləyər. npm start deyirəm, log error bad status. Əla. Bu arada bunun boşluğu mənə daha çox əslində mane oldu, amma belədir ki prefix yox, bu dəfə məncə bir boşluqdur. Bir sözlə sən demən nə maraqlıdır, amma gəlin bilə-bilə mən burada logger əvəzini deyim ki, məsələn my logger, düzdürmü? Və buna ixtiyarım varmı, baxmayaraq ki burada klassımın adı loggerdir. Çox maraqlıdır. Və gedək yenə də npm start deyək və hər şey gözəl işləyir. Error bad status gəldi. Deyək ki 404 not found. 404 not found. Və nidası da qalsın. Bir daha yoxlayım və gəlin təmizləyim çünki görmürəm. 404 not found. Möhtəşəm. My loggerlə. Heyf deyil. Amma aydın məsələdir ki, mən aşağıda bunu yazmaram. Gəlin terminalı bir anlıq yığışdırım, daha da rahat görüm ki, export default loggeri heç burada daha yazmaq istəmərəm. Hər dəfə niyə yazım? Çox zamanda bir də görürsünüz köhnə kod sahibləri artıq öyrəşiblər onu yazmağa. Amma elə klassın qabağında yazsam export default və class, düzdürmü? Məncə bu daha rahatdır. Və gedərəm yenə də npm start deyəm. npm start və enter, voilà. Hər şey gözəl işləyir və artıq bildik adlı və adsız necə işləyir. Möhtəşəm. Eyni zamanda gəlin bir qovluğun içinə də atım bu hazır kodları, oradan da bir daha çağırım və məsələni artıq bağlayaq. İlk import və export necə işləyir və nə səbəblə işləyir, nələri qoşmaq lazımdır, nələrə özüm ad verə bilərəm, bunları görmüş olduq. Amma gəlin bir dənə də bir hansısa qovluğun içinə ataq. Gəlin sonda da çox maraqlı işlərə görə bir qovluq yaradaq, hiss edək ki, həqiqətən də mini bir proyekt yaratmış olmuşuq. Çünki gələcəyinə source adında bir qovluq olacaq, hər şey onda təşkil olunacaq. Bunlar get-gedə TypeScript-də öz yerini tapacaq. Amma maraqlısı odur ki, mən indi bu saat, məsələn, bir data adında qovluq yaratsam, amma ilk birinci gəlin baxaq görə ki, məndə nə var? ls-1 yazıram ki alt-alta görüm. Index.html, logger.js, package.json, script.js və utils.js. Script.js mənim ana faylımdır, amma istəyirəm loggerlə utils keçsin data adında qovluğa. Bəsdir ki mkdir və data deyim. Birinci qovluq hazırdır, düzdürmü? Sonra nə edirəm? Move komandası ilə artıq gedib deyə bilərəm ki logger.js ilə utils.js keçsin data qovluğuna. Bu qədər. Və indi bu saat ls-1 desəm, görəcəm ki data adında qovluq var, amma utils və logger.js da burada deyil, yəni ki data qovluğun içində deyil. Burada dura-dura data qovluğun içinə baxmaq istəyirəmsə, ls-1 data yazıram, enter vururam, logger.js ilə utils.js içindədir. Ay, nə gözəl, nə maraqlı. Oradadırsa, onda gəlin mən import edim və baxa görək nə edə bilərik. Məsələn, loggeri yenə çağırmaq istəyirəm, amma logger kimi də qalsın, problem deyil. Gəlin deyək ki, artıq default olan eksportlara özümüz istədiyimiz ad verə biləcəyimizi bir artıq bilirik. Biz artıq bunu biləndən sonra elə qoy elə klassın özü də qalsın. Logger, import logger from və aydın məsələdir ki .data/logger.js deyəcəm. Bu qədər. Bunu həll elədim. Gələcəyində onsuz da elə bir imkanımız olacaq ki, sonda hətta .js yazmaya da bilərik, amma onların hamısının sonra vaxtı olacaqdır. Hər şeyin öz vaxtı var və gedib deyə bilərəm ki, yenə də const log bərabərdir logger, düzdürmü? Və new unutmuram, ilahi, PHP-də də belə şeylər yaşayıram. Sonra nə edirəm? Gəlin deyək ki, log info və elə burada deyək ki, I love JS nidası ilə bərabər hər şey düzdürsə, biz terminalda npm start yazsaq, enter vursaq görəcək ki, eyvallah, I love JS. Bu ana qədər hər şey gözəldir. Amma sizin üçün, hətta gördünüz ki, mən qovluqdan da çağıra bilərəm. Amma sizin üçün çox maraqlı bir şey görmək istəyərəm və biləsiniz ki,
JavaScript-i gözəl bilən üçün qarşısına gələcək məsələni düzgün həll eləsək, kod gözəl işləyəcək və gəlin sizin üçün bir onsuz da React-da qarşınıza çıxacaq. Sizə mix olan bir şey göstərim. Qarışıq bir məqamla siz üz-üzə duracaqsınız bir çox layihədə. Onu da burada göstərim. Code, data, gəlin utils adında mənim JS-imi bir daha çağırım və terminalı bir anlıq bağlayım və burada export var, düzdürmü? Channel adında dəyişənim, deməli funksiya var, hətta show channels. Amma bu dəfəsində hətta istəyirəm ki, gedib professional bir yazı sahibi olasınız və deyərəm, hətta gəlin 2 növdə yazım. Tələsməyək. Çünki JavaScript ES6 dünyasındasınızsa, strict moddasınız. Bu deməkdir ki, siz dəyişən yaratmadan onu birbaşa eksport edə bilmərsiniz və mən bir dəyişən yaradım. Bir söhbət gedir anonim funksiyadan. Ona görə const məsələn YouTube yazıram, bərabərdir və anonim funksiya mən istəyirəm, başqa bir şey istəmirəm. Kod yazıda qaytarsın. Qeyri-adi bir şey deyil və bu anda niyə aşağıda yazılır? Bax, bunu göstərmək istəyirəm. Export default YouTube belə bir şey vermək istəyirəm. Aydın məsələ ki, bu mənim anonim funksiyamdır. Burada onu belə də yazmalıyam əslində. Bir mənalı olaraq gəlin asta-asta baxaq bu məsələyə və gedib nə etmək istəyirəm? Gəlin burada birinci deyim ki, YouTube belə bir şey yazım. From deməli loggerdə deyil, utils'dədir səhv etmirəmsə, düzdürmü? Və gedim çalışım console logda bu mənim anonim funksiyamdır, unutmuram. Necə yazsam belə onu çağıranda düzgün çağırmalıyam. İşləyəcəkmi? Bu çox mənə maraqlıdır. Və gedib npm start desəm, kod yaz gəldi. Möhtəşəm. Bir məqama fikir verək. Mən özüm bilə-bilə bu export default hissəni aşağıda yazdım, görərsiniz. Komment edirəm və onun qarşısında yazmağa cəhd edirəm. Belə bir formada və gedib run eləsəm, çalışsam run edim, error alaram ki, bəsən elan etmədiyim bir əslində tanımır kimdir YouTube adında dəyişən və o zaman anlayıram ki, bəs burada const yazsam, run eləsəm, yenə də error sahibi oluram yəqin ki və burada yəqin ki const sözünü düz yazmadım və yenə də run edim, bir problem yoxdur və yenə də görürəm ki, yox, const YouTube nədir belə, sən birinci elan et, sonra onu default et deyə bir söz deyir mənə. Fikir verin, çox maraqlıdır. Və ona görə də mən birinci nə elədim? Yaratdım, sonra default'a verdim. Niyə? Baxın, o yazı əslində bir neçə vaxt ona görə mövcud idi. Bu çox xırda nüansları bilmək lazımdır. npm start edim, error yoxdur. Yaxşı, bəs elan etməsəm nə olar? Olar. Bir çox profesional bir yazıda görəcəksiniz ki, anonim funksiyanı belə də yazırlar. Belə. Export default və anonim funksiyanın özü. Möhtəşəm. Özü fikir verin ki, mənim 2 adlı çağırışım export olaraq var və biri birbaşa default olaraq. Və bu qarışım əslində sizin qarşınıza ən az React-da çıxacaq. Və işləyəcəkmi? Sözün açıq, mən bilmirəm işləyəcək ya yox. Amma start edirəm. Evvəla, o bilir default kimdir. Bilir mən verdiyim ad kimə aiddir. Amma bir dəqiqə, mən bəlkə burada bir show channel da görməksən və fikir verin ki, çağırış nə maraqlı oldu. Hətta bir anlıq sizin üçün bunu belə altda yazım ki, görəsiniz ki, mən default'a dair istənilən ad verə bilirəm. Amma adlı çağırışımda fiqur mötərizəni deyib çağırıram, düzdürmü? Save edim geçsin yerinə və aydın məsələdir ki, mən hətta aşağıda gedib deyərəm ki, console loga dair ehtiyacım yoxdur. Çünki onun içində console log var idi, səhv eləmirəmsə və show channel çağırıram və gedib npm start desəm, kod yaz və aşağıda YouTube kod yaz. Möhtəşəmmi? Bu deməkdir ki, hətta mən yuxarıda gələn from-u yenə də sizin üçün aşağı edim ki, görəsiniz ki, əslində bir sətirlik belə bir şey olacaq. Hətta channel da deyə bilərəm. Belə çağırışlar var. Əslində bu React olur, sonra komponent çağırırsınız və s. və ilə axırı. Amma belə bir yazı sahibi sabahsı gün hətta gedər console logda channel da verər, yazaram ki, məsələn, hətta gəlin belə bir şey yazım, deyim ki, my channel is, belə bir şey yazım
Və getdik. Görək ki, üçü də əlimə düşəcəkmi npm start deməklə. My channel is Kodyaz. Kodyaz mənim artıq anonim funksiyamdan gəldi. Bu da show channel adında mənim funksiyamdır. Adlı funksiya eksport olaraq, adsız funksiya eksport olaraq və konstantın özü dəyişən olaraq. Və bu möhtəşəm biliyə sahib oldunuzsa və salam. Sizi gələcəkdə çox maraqlı layihələr gözləyir. Ona görə bu biliyə çox gözəl sahib olun, bir çox testlər edin. Ən sadə kodda çox maraqlı biliyi göstərməyə cəhd elədim. Bundan sonraki daha maraqlı olacaq. Kodyaz kanalına abunə olmağı unutmayın. Görüşərik.